Bu günlərdə biz bilirik ki, əlhamdülillah heç bir yerdə cümə qılınmır. Hətta Məkkənin, Mədinənin özündə də belə məscidlər bağlıdır və cümə namazları qılınmır. Və qardaşlar soruşurlar ki, bu günlərdə biz nə edirik? Cümənin məsələsi ədəblərinə aid olan qusul almaqdır, Kəhf surəsini oxumaqdır və yaxud da cümənin son saatı məğribə yaxın duaların edilməsidir. Yəni, bunları necə edəkmi yoxsa yox həmişə kimi? Cümə günü ən xeyirli günlərdəndir. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, yəni günəşin çıxdığı ən xeyirli gün cümə günüdür. Hansı ki, o gündə Peyğəmbər buyurur ki, Adəm o gündə xəlq olub, o gündə yer üzünə gəlib və o gün qiyamət saatı qopacaq. O gün qiyamət saatı qopacaq. Və cümə gününün bəzi fəzilətləri gəlib ki, hansı ki, o fəzilətlər cümə ilə bağlıdır, məhz cümə namazı ilə. Və bəzi fəzilətlər gəlib ki, cümə gününün özü ilə bağlıdır, namazla bağlı deyil. O əməllər ki, namazla bağlıdır, əgər namaz yoxdursa, o əməllər də yoxdur. Amma o əməllər ki, namazla bağlı deyil, yəni cümə namazı ilə bağlı deyil, o əməllər edilir. O xeyirdən məhrum etmir özümüz. Məsələn, cümə gününün fəzilətlərindən cümə gününün sübh namazı ən əfsəl namazlardandır. Cəmaatla qılınan sübh namazı ən əfsəl namazlardır. İnsan evində də ailəsi ilə bu namazı qıla bilər. Və Peyğəmbər s.ə.v həmin namazda birinci rükətində Səcdə surəsini oxuyub. Yəni bölmədən tam oxuyub. Sünnə olan da budur. Və ikinci rükətində İnsan surəsini oxuyub, yəni bölmədən. Yəni kəsmədən, yarımçıq oxumur. Ona görə insan əgər bu sünnəti tətbiq eləmək istəyirsə, bu surələri tam oxumalıdır. Səcdəni birinci rükətdə tam və İnsan surəsini ikinci rükətdə tam. Amma yarı, yəni yarısını oxuyub, yarısını o bir rükətə saxlamaq və ya hər surədən hər rükətdə yarı oxumaq bu sünnətə müxalifdir. Ona görə heç oxumamaq sünnətə müxalif olmaqdan daha əfsəldir. Amma qaldı ki, həmçinin cümə gününün qüsulu o cümə namazına görədir. Baxmayaraq vacibdir. Peyğəmbər s.ə.v buyurur ki, cümə gününün qüsulu vacibdir hər bir həddi buluğa çatana. Hər bir həddi buluğuna çatana. Lakin cümə namazı olmadığına görə onu almaya bilər. Almaya bilər. Yəni həmin o qüslun vacib olmağına çoxlu dəlillər gəlib. Elə Peyğəmbər s.ə.v vacibdir sözünü deməsi kifayət edir. Həmçinin varib olub ki, səhabələrdən bəziləri girərdi evlərinə və görəndə ki, övladları qüsl alır, soruşardılar. Nə alırsan? Necə ki, Əbu Qatədədən radiyallahu anhudan nəql olur ki, girir görür oğlu qüsl alır. Deyir, nə qüsl alırsan? Deyir, cənabət. Deyir, ona cümə qüslunu da əlavə edir. Bu göstərir ki, həmin qüsl vacibdir. Hər bir həddi buluğa çatmış kişiyə. Hər bir həddi buluğa çatmış kişiyə. Və bəzi rəvayətlərdə gəlib ki, cümə günü Kəhf surəsini oxumaq var. Cümə günü Kəhf surəsini oxumaq var. Alimlər bu haqda deyiblər ki, nə vaxtdan oxumaq olar? Bəzi görüşlərə görə günəş çıxandan sonra. Və bəzi alimlər deyiblər ki, cümə gecəsindən başlayır vaxt. Yəni onda cümə axşamından. Cümə axşamından, yəni günəş batandan sonra, 4-cü gün məğribdən sonra başlayır vaxtı ta gün batana kimi cümə gününün axırına kimi oxuya bilər. Yəni namazdan qabaq da oxuya bilər, namazdan sonra da oxuya bilər. Baxmayaraq qüsul ancaq namaza kimidir vaxtı. Cümə gününün vaxtı, qüslun vaxtı cümə namazına kimidir. Amma Kəhf surəsini oxumaq cümə gününün axırına kimi, yəni gün batana kimidir. Və fəziləti odur ki, necə ki İbn Ömər radiyallahu anh rəvayət edib və alimlər həsənləşdiriblər o hədisi, kim cümə günü Kəhf surəsini oxuyarsa, ayağının altından nur çıxar ta səmaya kimi. Ta səmaya kimi. Yəni bu fəzilət sırf bu gün Kəhf surəsinin oxumasına aiddir. Həmçinin